Yaddaş problemlərində ən əsas olan qidalanma və yuxu rejimidir. Düzgün qidalanma olmadıqda özbaşına seçilən dieta proqramları var. Həmin dietaları saxlamaqla beyinə lazım olan qidaları, antioksidanları kənarda qoyduqları üçün unutqanlıq başlanır və yuxu rejimi. Gec yuxuya gedib səhər tez oyanmaq gün içərisində həmin o yuxunu beynin tələb olunan ki, özünü bərpa ilə bağlı o yuxunu almadıqda burada da unutqanlıq problemlərinə rast gələ bilərik. Azərbaycanda ilk və yeganə olaraq beyin əsaslı fərdi inkişaf və öyrənmə mərkəzi kimi artıq illərdir fəaliyyət göstərir və dünyada məşhur olan 67-yə yaxın yaddaş texnikalarını ilk Azərbaycana biz gətirmişik və tətbiq edirik. Həmin yaddaş texnikaları ilə ilk diaqnostik dəyərləndirməmizdən sonra lazım olan imtahan hazırlığı yaxud günlük unutqanlıqlarla bağlı yaddaş texnikaları proqramı tətbiq olunur. Yaddaş unutqanlıq problemləri ən çox az yaşlı uşaqlarda diqqət dağınıqlığına görə biz nəzərə alırıq, amma daha böyük yaş qruplarında da stress, yuxu rejimi, qidalanma və sair digər faktorlarla əlaqədar olaraq olan unutqanlıq problemlərini biz yaddaş texnikaları təlimləri və tətbiq olunmuş özəl seanslarla aradan qaldırırıq.